Heyvanın axan seviyinə və yaxud da yaradakı seviyli axan mayeyə biz toxunduğumuz zaman o zaman o bizə keçə bilər. Bundan başqa bəzən ola bilər ki, yaxşı bişməmiş ətlərdə və yaxud da süd məhsullarından insana keçə bilər. Amma dediyimiz kimi ət yaxşı bişirilərsə və yaxud da süd pastörizə olunarsa, bunun insana keçmə ehtimalı demək olar ki, sıfıra yaxındır. Qeyd edək ki, dabağa yoluxan insanda titrəmə, temperaturun 39-40 dərəcədək yüksəlməsi, baş və əzələ ağrıları olur. Xəstəliyin başlanğıc dövründə ağız boşluğunda yanma hissi, ağız suyu ifrazının artması, sidik ifrazatı zamanı ağrı və bağırsaqların funksiyasının pozulması baş verir. Bundan başqa, dabağa yoluxmuş insan əsəbi olur. Danışmaqda və udqunmaqda çətinlik çəkir. Amma ağrılaşma halları olmasa, xəstə 5-7 gündən sonra sağalır. Qida Təhlükəsizliyi Agentliyi xəstəlikdən qorunmaq üçün vətəndaşlara məhz kəsim məntəqələrindən ət almağı tövsiyə edir.